Zalmay indi 2 yaşında idi. Körpüş qıvrımsaç bir oğlan idi. Kiçik qonur gözləri var idi. Yanaqlarından da qan damırdı. Eynən atası kimi. Ensiz aypara alnı da eynən atasındakı kimi idi. Leyla ilə ikilikdə qalanda Zalmay çox sevimli, şən və oynaq bir oğlan olurdu. Anasının çiyinlərinə dırmaşır, tez-tez Leyla ilə, Əzzə ilə gizlənqaç oynayırdı. Kiçik Zalmay ağzının suya axa-axa Leylanın üzünü öpür, anasının da bundan xoşu gəlirdi. Onun ətli, batıq dirsəklərini, totuq balaca pəncələrini çox sevirdi. Amma Zalmayı atasını daha çox sevirdi. Buna görə də Rəşid evə gələndə onu tanımaq olmurdu. Sözə baxmır, nadinçlik edir. Atasının yanında hər şey üstə inciyir, küsürdü. Leylanın danlağına baxmayaraq nadinc işlərini davam etdirirdi. Rəşid evdə olmayanda isə anasına qulaq asırdı. Rəşid ona hər şeyə icazə verirdi. Nadinc hərəkətlərini görüb fərasətli uşaqdır deyirdi. Çox vaxt Leyla oğlunu görmürdü. Rəşid Zalmayını dükana aparır. Uşaq stolun altında oturub cürbəcür rezin və dəri kəsikləri ilə oynayır. Atası da sumbata kağızı ilə dərini hamarlayır, aşılayır, ayaqqabı tikirdi. Bir gözü də həmişə oğlunun üstündə olurdu. Əgər Zalmayı toxunub ayaqqabı rəfini yıxırdısa, Rəşid gülə-gülə onu yüngülcə danlayırdı. Bir də təkrar olanda Rəşid çəkicini yerə qoyur, Zalmayını stolun üstünə qoyub uzun-uzadı nəsihət verirdi. Zalmayıya qarşı çox səbirli idi. Onun bu səbri heç vaxt qurtarmayan dərin dipsiz quyu kimi idi. Onlar ata-oğul bir də axşam evə gəlirdilər. Zalmayı atasını çiynində, ikisi də yapışqan və dəri iyi verirdi. Bir sirləri varmış kimi yalnız özlərinin duyduğu bir tərzdə bic-bic gülümsünürdülər. Sanki dükanda ayaqqabı tikmir, bütün günü əlbir dilbir olub nəsə bir sui-qəsd hazırlayırlarmış. Zalmayı süfrə başında da atasının yanında oturmağı xoşlayırdı. Burada da onlar yalnız özlərinə məlum olan nəsə bir oyun oynayırdılar. Bir dəfə axşam Zalmayının 2 yaşı tamam olandan 1-2 həftə sonra Rəşid evə televizor, bir də video maqnitofon gətirdi. Həmin gün hava mülayim idi, amma axşam biraz sərinləşdi. Gecəyə doğru səma ulduzsuz, hava da biraz soyuq oldu. Rəşid qonaq otağında oturmuşdu. Dedi ki, bunları Qara Bazardan alıb. Əzizə içəri girdi. Televizoru görəndə üstünə yüyürdü. Televizorun düymələrini bastı. Rəşid üz gözünü turşudub onun əlindən tutdu. Az qala kobudluqla stolun arxasında əyləşdirdi. Bu Zalmayınındır, dedi. Zalmayı içəri girdi. Rəşidin gözlərində küçə sehirbazına baxan tamaşaçıların heyrəti var idi. O nə gözləyirdi? Zalmayı televizorun şnurunu dartdı, düymələrini şappıldatdı. Ovucuları ilə ekrana toxundu. Rəşid baxıb fəxrlə gülümsünürdü. Quraqlıq səbəbindən yenə də şam yeməyinə boş düyü bişirilmişdi. Çay isə ümumiyyətlə yox idi. Rəşid siqaretini çəkib öz qərarını elan etdi. Yox, Leyla dedi. Mən sənin fikrini soruşmuram, Rəşid dedi. Mən də sənin rəyini soruşmuram, Leyla qəzəblə dedi. Sən fikrimi soruşarsan, əgər başıma gələnləri bilsən. Rəşid dedi ki, o çox borca düşüb. Dükandan gələn gəlirlə də 5 nəfəri saxlamaq olmur. Əvvəl sənə deməmişdim, istəmirdim ki, təşvişə düşəsən. Bir də ki, bilsən onlar gündə nə qədər pul yığırlar, gözün kəllərinə çıxar. Leyla yenə etiraz etdi. Onlar qonaq otağında idilər. Məryəmlə uşaqlar isə mətbəxdə. Orada onun kimi və ondan körpə uşaqlar var, Rəşid dedi. İndi Qabildə hər kəs bununla məşğuldur. Leyla dedi ki, başqalarının öz uşaqları ilə nə etdiyi onu maraqlandırmır. Gözüm həmişə üstündə olacaq, Rəşid dedi. O getdikcə hirslənirdi. Sakit bir yerdir. Məscid də yaxında, küçənin o tayındadır. Mən öz qızımı küçə dilənçisi olmağa qoymaram. Leyla səsini qaldırdı. Kobud barmaqların Leylanın sifətinə vurduğu sillə divarda əks səda verdi. Hətta başı kənara əyildi Leylanın. Mətbəxdən gələn səslər eşidilməz oldu. Bir anlığa evə sakitlik çöktü. Məryəm uşaqlarla içəri girdi. Onlar karıxmış halda gah Leylaya, gah da Rəşidə baxırdılar. Elə bu an Leyla Rəşidin üzündən bir yumruq vurdu. İlk dəfə idi ki, o kimisə vururdu. Bu gözlənilməz hərəkətdən Rəşid hətta 2 addım geri çəkildi. Bu an nə etdiyinin fərqində deyil idi Leyla. Başa düşəndə isə dodaqlarından təbəssüm görünürdü. Daha doğrusu istehzalı təbəssüm. Onun təəccübünə rəğmən Rəşid sakitcə otaqdan çıxdı.
Məhz bu an Leylaya elə gəldi ki, endirdiyi həmin zərbə ilə birlikdə onların, onun özünün, Əzizənin, Məryəmin həyatının bütün ağırlığını, çətinliyini vurub yox edib. Rəşidin içəri nə vaxt girdiyini isə görmədi. Bir də onu gördü ki, Rəşid onun boğazından tutub ayaqlarını yerdən üzüb divara dirəyib. Rəşid heç bir söz demirdi, amma nə danışasan? Əlindəki tapanca cavan arvadının ağzına dirənibsə, burada nə danışmaq olar? 2000-ci il, quraqlıq 3-cü il idi ki, davam edirdi. Bu ilin yayında ən yüksək həddə çatmışdı. Heyvandarlıqla məşğul olan bütöv kəndlər köçərlər kimi yerlərini tərk edərək sulu yerləri, yaşıl otlaqlar axtarırdılar. Adamlar heç nə tapmayanda qoyun keçiləri, inəkləri tələf olanda Kabilə üz tuturdular. Həmin yay parça taciri yatıb siqaretini söndürməyi yaddan çıxartmışdı. Özü sağ qalsa da ambarı tamam yanmışdı. Yanğın qonşu parça ambarlarına da keçmişdi. İkinci əl paltar ambarı, kiçik mebel dükanı, çörəkçi dükanı yanmışdı. Hətta Rəşidin də dükanı yanmışdı. Onlar hər şeyi satdılar. Əvvəlcə Məryəmin şeyləri getdi, sonra Leylanın, Əzizənin uşaq paltarları, Leylanın Əzizə üçün min bir dillə Rəşidə aldırdığı oyuncaqları. Əzizə baş verənlərə sakit baxırdı. Rəşidin saatı satıldı. Onun köhnə tranzistor radiosu, qalstukları, nişan üzüyü də getdi. Divan, stol, stul, xalça, hamısı getdi. Rəşid televizoru satanda Zalmayı əməlli başlı dava saldı. Yanğından sonra Rəşid demək olar ki, həmişə evdə otururdu. Gah Əzizəni yumruqlayır, gah Məryəmi əzişdirirdi. Əlinə düşəni tolazlayırdı. Pulları qurtarandan sonra acılıq qapını döydü. Məryəmə qəribə gəlirdi. Acılıqla mübarizə tezliklə onların həyatının mənasına çevrilmişdi. Ətsiz, soğsuz boş düyü indi nadir ləzzətli yemək olmuşdu. Naharsız ya da şamsız qalmaq indi adi hala çevrilmişdi. Acılıqdan ölmək qorxusu labüdləşirdi. Əzizə bir dəri bir sümük qalmışdı. Yanaqlarının əti tökülmüşdü. Ayaqları çöpə dönmüşdü. Sifəti açıq çay rəngi almışdı. Məryəm onu qucağına götürəndə dərisinin altında omba sümükləri bilinirdi. Zalmayı həmişə yarı yuxulu olurdu. Çox vaxt isə süs və taqətsiz olurdu. Mənim uşaqlarım öləcəklər, Leyla ümidsiz halda dedi. Özü də gözümün qabağında. Ölməyəcəklər, Məryəm qətiyyətlə dedi. Mən qoymaram. Hər şey yaxşı olacaq, Leylacan. Mən bilirəm nə etmək lazımdır. Bürkülü bir gündə Məryəm burkasını geyinib Rəşidlə birlikdə Interkontinental otelinə getdilər. Avtobusla getməyə pulları yox idi. Sərt dağ yamacı ilə getməli oldular. Məryəm yorulub əldən düşdü. Uzun yoxuşu qalxarkən 2 dəfə halı pisləşdi. Dayanıb gözlədilər ki, özünə gəlsin. Otelin girişində Rəşid tünd rəngli, qırmızı kostyumda, fujerkada olan qapıçılardan biri ilə qol-boyun oldu. Dayanıb dostcasına söhbət etdilər. Rəşid tanışının qolundan tutmuşdu. Sonra Rəşid əlini Məryəmə tərəf uzatdı. İkisi də ona tərəf baxdılar. Qapıçının sifəti nəysə Məryəmə tanış gəlirdi. Qapıçı içəri girdi, Rəşidlə Məryəm onu gözlədilər. Təxminən 1 saat sonra qapıçı onları içəri dəvət etdi. Onları bir balkona gətirdi. Cibindən kiçik qara bir telefon və nömrələr yazılmış kağızlar çıxartdı. Rəşidə dedi ki, bu onun rəisinin peyk telefonudur. Sizin 5 dəqiqə vaxtınız var. Çox yox. Təşəkkür edirəm, Rəşid dedi. Mən bu yaxşılığı unutmaram. Qapıçı başını tərpətdi. Onlardan uzaqlaşdı. Rəşid nömrəni yığıb telefonu Məryəmə verdi. Qulağını cırmaqlayan telefon səsini eşidəndə Məryəmin xəyalı 13 il əvvələ getdi. Cəlili sonuncu dəfə onda görmüşdü. 1987-ci ilin yazında. Onda Cəlil onların evinin hasarı yanında küçədə durub pəncərələrinə baxırdı. Cəlil beləcə bir neçə saat dayanıb baxdı, onu gözlədi və çağırdı. Məryəm yalnız bir anlığa pərdəni aralayıb atasına baxdı. Atasının saçları ağarmış, beli bükülmüşdü. Cəlil də onu gördü bir anlığa. Məryəm tez pərdəni çəkdi. Çarpayısında oturub onun getməyini gözlədi. Sonra Cəlilin məktubu yadına düşdü. Cəlil onun üçün qapıda qoyduğu məktub. O məktubu günlərlə saxladı, başının altında. Tez-tez əlinə götürüb baxır, yenə yerinə qoyurdu. Amma sonra onu cırdı. Həm də açmadan, oxumadan cırdı. İndi illər sonra o Cəlilə zəng edirdi. Məryəm gəncliyində duyduğu yalançı səfeh qürur üçün indi heyfsilənirdi.
Gərək Cəlili evə buraxardı. Nə olardı ki? Onu evə buraxardı. Yanında biraz oturardı. Qoy niyə gəldiyini desin. Nə ziyanı var idi ki? Gərək məktubu saxlayaydım, o fikirləşdi. Telefondakı kişi səsi ona dedi ki, siz Herat Merinin idarəsinə zəng vurmusunuz. Məryəm boğazını arıtladı. Salam qardaş, mən Heratda yaşayan bir adamı axtarıram. Yəni illər əvvəl yaşayırdı, bir çox illər qabaq. Onun adı Cəlilxan idi. O Sərenau rayonunda yaşayırdı. Onun öz kinoteatrı var idi. Onun haqqında məlumat istəyirəm. Deyə bilərsinizmi, indi o haradadır? Kişi səsi hirslə dedi. Elə buna görə Merin ofisinə zəng vurmusunuz? Bəs hara zəng edim? Bağışla qardaş, bilirəm ki, siz mühüm işlərlə məşğulsunuz. Amma bu həyat ölüm məsələsidir. Başa düşürsünüz? Mən belə adam tanımıram. Kino isə çox illər bundan əvvəl bağlanıb. Bəlkə onu tanıyan bir adam tapılar, hər hansı birisi. Beləsi yoxdur. Məryəm gözlərini yumdu. Xahiş edirəm, qardaş. Mənim körpə uşaqlarım var. Çox lazımdır. Telefonda uzun və dərin bir köks ötürdülər. Yəni heç kim yoxdur? Məryəm soruşdu. Burada yalnız bir qarovulçu var. Məncə o ömrü boyu Heratda yaşayıb. Hə, ondan soruşun, lütfən. Sabah zəng vurun. Məryəm dedi ki, sabah zəng edə bilməz. Bu telefonu ona 5 dəqiqəliyə veriblər. Telefonun o başında trubka şappıldadı. 1-2 dəqiqə ötdü. Trubkada yaxınlaşan addım səsləri gəldi. Qaravulçu onu tanıyır, dedi. Doğrudanmı? O belə deyir. Bəs o hardadır? O adam bilirmi Cəlilxan indi harda yaşayır? Telefondakı səs ara verdi. Qaravulçu deyir ki, o çoxdan ölüb. 1987-ci ildə. Məryəmin ürəyi düşdü. Əlbəttə, bunu nəzərə almalı idi. Cəlilin yaşı indi 70-dən çox olardı. Demək, Cəlil 1987-ci ildə öləcəyini hiss edib yəqin. Deməli, o vaxt o boyda yolu Heratdan gəlmişdi ki, mənimlə xudahafizləşsin, Məryəm düşündü. Mən telefonda çox gözləyə bilmərəm, telefonun o başından dedilər. Narahat etdiyimə görə bağışlayın, Məryəm dedi və səssizcə telefonun dəstəyini ağladı. Rəşid ona baxırdı. Məryəm başını buladı. Onsuz da bir xeyri yoxdur, Rəşid dedi. Telefonu hirslə onun əlindən aldı. Qızı da, atası da bir bezin qırağıdırlar. Leyla kağız bir torbaya Əzzənin şeylərini yığırdı. Güllü koftası, olan qalan bir cüt corabı, tay dəyişik yun əlcəkləri, aylı ulduzla qəhvəyə adyalı, sınıq plasmas fincan, bir banan və oyun zərləri. Rəşid getmək vaxtıdır deməyincə, Leyla qonaq otağının küncündə döşəmə üstündə oturmuşdu. Üzü daş kimi hərəkətsiz, saçları pırtlaşıq idi. Havası çatmırdı. Nə qədər hava almağa cəhd edirdisə də, elə bil ciyərlərinə hava getmirdi. Kartesəyə gedən yolda Rəşid Zalmayını qucağında aparırdı. Məryəm Əzzənin əlindən tutub onlarla ayaqlaşmağa çalışırdı. Güclü külək Əzzənin şərfini az qala boynundan açmaq istəyirdi. Qaşqabağı da get-gedə tutulurdu. Elə bil hiss etmişdi ki, onu aldadırlar. Leyla onu düzünü deməyə cürət etməmişdi. Demişdi ki, onu xüsusi məktəbə qoyurlar. Orada uşaqlar yeyir, yatır, dərsdən sonra orada qalırlar. Bir neçə gün idi ki, Əzzə anasına eyni sualları verirdi. Şagirdləri ayrı-ayrı otaqda yatır, yoxsa hamısı bir yerdə? Kimləsə dostluq eləmək olar? Orada müəllimlər yaxşıdır, xeyirxahdırmı? Bir sualı təkrar-təkrar verirdi. Mən orada nə qədər qalacağam? Onlar kazarmaya oxşayan bir binaya çatmamış dayandılar. Zalmay ilə mən burada gözləyərik, Rəşid dedi. Hə, az qala yadımdan çıxmışdı, dedi. O cibindən bir saqqız çıxarıb Əzzəyə uzatdı. Güya ayrılmazdan qabaq qızına hədiyyə verirdi. İlahi, necə xeyirxah bir görkəm almışdı. Əzzə saqqıza alıb dodaqcu təşəkkür etdi. Əzzənin necə böyük qəlbi vardı. Ona necə bağışlaya bildi. Bunları düşündükcə Leylanın ürəyi sıxıldı, gözləri doldu. Fikirləşəndə ki, bugün axşam Əzzə onun qucağında yatmayacaq, nəfəsi anasının sinəsini isitməyəcək, balaca dabanları anasının böyrünə toxunmayacaq, Leylanı dəhşət alırdı. Məryəm, Əzzə və Leyla binaya yaxınlaşdılar. Binanın divarları güllədən cızıq-cızıq idi. Damı çökmüşdü, bir neçə pəncərəsinə taxta mıxlanmışdı. Uçuq hasarın o üzündə yelləncək cırıldayırdı. Onlar darvazanın qabağında ayaq saxladılar. Leyla əvvəl dediklərini Əzzənin yadına saldı.
Atan haqqında soruşsalar nə deyəcəksən? Onu mücahidlər öldürüb, Əzizə dedi. Düzdür, başa düşdün də. Ona görə ki, bura xüsusi məktəbdir, Əzizə dedi. Qızın dodaqları titrəyirdi, az qala hönkürəcəkdi. Leyla görürdü ki, o özünü necə möhkəm saxlayır. Düzünü desək, Əzizə astadan nazik səslə dedi. Onlar məni məktəbə götürməyəcəklər. Axı bu xüsusi məktəbdir. Mən evə getmək istəyirəm. Tez-tez yanına gələcəyəm, Leyla onu dilə tutdu. Söz verirəm. Mən də gələcəyəm, Məryəm dedi. Səni görməyə gələcəyik, Əzizəcan. Bir yerdə oyunda oynayarıq. Həmişəki kimi, atan iş tapandan sonra səni götürərik evimizə. Burada yemək də verirlər. Leyla hıçqırığını güclə boğdu. Yaxşı ki, burkanın altında üzü görünmürdü. Sevinirdi ki, qızı onun qəlbinin parçalandığını görmür. Burada ac qalmazsan, Əzizəcan. Onların hər şeyi var. Düyü, çörək, su, hətta meyvə də. Amma sən yanımda olmayacaqsan. Məryəm xala da olmayacaq. Mən yanına gələcəyəm, Leyla dedi. Hər gün gələcəyəm. Əzizə, mənə bax. Mən sənin ananım. Gələcəyəm. Səni görməyə, nəyin bahasına olur olsun gələcəyəm. Uşaq evinin direktoru zəif, cüssəsiz, beli bükülmüş, amma xoşrəftar bir kişi idi. Adı Zaman idi. Kabinetə gedərkən o qadınlardan soruşdu ki, adları nədir, qızın adı nədir, neçə yaşı var. Zəif işıqlandırılmış koridorda ayaqyalın uşaqlar kənara çəkilib onlara yol verdi. Əksəriyyətinin saçı dibindən qırxılmışdı. Qolları köhnəlib, yeyilmiş sviterlərdə, dizləri cırılmış cins şalvarlarda idi. Leyla sabun və paraşok iyi, sidik və nəcis iyi hiss etdi. Əzzəyə görə qorxdu. Əzzə isə artıq ağlamağa başlamışdı. Arada pəncərədən ot basmış həyətə boylandı. Köhnə cırıldayan yelləncək, işlənmiş maşın təkərləri, dərisi sürtülüb yeyilmiş, havası boşalmış basketbol topu. Otaqlar mebelsiz idi. Pəncərələr plastik pərdələrlə örtülmüşdü. Zaman yetimlərlə yumşaq rəftar eləyirdi. Yeridikcə əlini birinin kürəyinə vururdu, bir ikisinin başını tumarlayırdı. Direktor onları öz kabinetinə gətirdi. Leylanın yanında oturmuş Əzizə isə içini çəkdi. Zaman gözlərini bərətdi. Oh, bu nədir? Ağlamaq lazım deyil, balaca həmşirə. Sənin üçün burada yaxşı olacaq, sevinəcəksən. Əvvəli həmişə belə çətin olur. Mən isə fikirləşirdim ki, səni güldürmək üçün ya cücə kimi cikkildəməli, ya da eşək kimi anqırmalıyam. Bir gül görüm, bax belə, gör nə qəşəng qızsan. Zaman xadiməni çağırıb Əzizəni hələlik ona tapşırdı. Əzizə isə Məryəmin dizindən yapışıb getmək istəmədi. Niyə biraz bayıra getməyək, Əzizəcan? Məryəm dedi. Qoy anam biraz Zamanla söhbət etsin. Bir dəqiqəliyə. Onlar otaqdan çıxan kimi Leylanı ağlamaq tutdu. Direktor qələmini stolun üstünə qoydu. Mən xəcalət çəkirəm. Leyla boğazını arıtladı. Əli ilə ağzını tutdu. Mənə baxın həmşirə. Leyla baxışlarını qaldırdı. Hansı ana öz uşağına atar? Dedim ki, mənə baxın. Leyla nəhayət ona baxdı. Bu sizin günahınız deyil ki. Məni eşidirsiniz. Burada sizin günahınız yoxdur. Günahkar o vəhşilərdir. Həmşirə, mən sizi başa düşürəm, dedi. Leyla burkasının kənarı ilə gözlərinin yaşını sildi. Bizim uşaq evinə gəldikdə isə Zaman dərindən kök sötürüb əlini yellədi. Görürsünüz də nə vəziyyətdədir. Heç nəyə pul çatdırmırıq. Bir təhər vəziyyətdən çıxmağa çalışırıq. Taliblər bizə demək olar ki, heç nə vermirlər. Ya da çox cüzi bir şey verirlər. Sizin kimlər üçün nə mümkündürsə edirik. Allah xeyirxahdır, rəhimlidir. Kimi istəyirsə, nə qədər istəyirsə, öz pənahında saxlayır. Əzizənin burada yeməyi, geyimi veriləcək. Mən söz verirəm sizə. Leyla başı ilə razılıq elədi. Yaxşı, Zaman dostcasına gülümsündü. Amma ağlamaq lazım deyil, həmşirə. Qoy uşaq sizi gözyaşlı görməsin. Ayrılmaq vaxtı çatanda Leylanın qorxduğu şey baş verdi. Əzizə çığırmağa başladı. Zaman Əzizəni iki əlli tutub koridora tərəf dartır, Əzizə onun əlləri arasında çırpınır, qışqırır. Güya ki, onu asıb kəsirdilər. Leyla başını aşağı salıb koridorun qapısına tərəf qaçır, hiss edirdi ki, içindən onu boğan hıçqırıq boğazına qalxır. Rəşid bundan sonra bir müddət Leylanı, Məryəmi, Zalmayını uşaq evinə qədər müşahidə elədi. Amma qaşqabağı donquldanması ilə minnət qoyurdu. Güya uşaq evinə gedib gəlməkdə ayaqları ağrıyırdı. Yorulub əldən düşürdü.
Bəzən uşaq evinə gedəndə Rəşid yolda axsıyır, dayanıb deyinirdi ki, ayaqları ağrıyır, dala qaydırdı. Amma evə qaydanda elə iri addımlarla yeriyirdi ki, heç elə bil ayağı zadı ağrımırdı. Ya da tövşüyür, təngənəfəs olduğunu deyirdi. Bir gün o Leylaya dedi ki, daha onunla uşaq evinə getməyəcək. Bütün günü küçələri gəzib iş axtarmaqdan yorulmuşam, dedi. Onda özüm gedərəm, Leyla dedi. Sən məni saxlaya bilməzsən, Rəşid. Məni eşidirsən, döyə bilərsən, amma saxlaya bilməzsən. Necə istəyirsən elə et. Amma taliblər səni tutsa, sonra demək ki, xəbərdar eləmədim. Mən gedəcəyəm səninlə, Məryəm dözmədi. Amma Leyla etiraz etdi. Yaxşı olar ki, sən Zalmayı ilə evdə qalasan. Əgər üçümüzü saxlasalar, istəmirəm ki, o görsün. O vaxtdan sonra Leyla uşaq evinə özü tək gedib gəlirdi. Bir gün cavan bir talib Leylanı radio antenası ilə döydü. Sonra boynunun ardından bir şapalaq vurub dedi. Bir də görsəm o qədər vuracağam ki, anandan əmdiyin süd burnundan gəlsin. Onda Leyla evə qayıtdı. Üzü quyulu uzandı. Hirsindən boğulurdu. Səfih yazıq bir heyvan günündə idi. Məryəm onun qançır olmuş kürəyinə, ombalarına yaş əski qoyurdu. Amma Leyla adətən təslim olmurdu. Özünü elə göstərirdi ki, güya evə gedir. Amma tini burulub yoluna davam edirdi. Elə olurdu ki, bir gündə onu 3-4 dəfə tutub dindirirdilər. Antena qamçı ilə dönə-dönə döyülürdü. Əzzəni görmədən evə qayıdırdı, ayaqlarını sürüyə-sürüyə. Tezliklə Leyla qızını görməyə gedəndə 2 qat, 3 qat paltar geyməyə başladı. İsti olsa belə, burkanın altından 2-3 sviter geyinirdi ki, döyüləndə çox incitməsin. Amma talibləri keçməyə müvəffəq olsa, Leyla sanki mükafat qazanırdı. Nə qədər istəsə Əzzənin yanında ola bilərdi. Onlar yeniləncəklər olan həyətdə oturub söhbət edirdilər. Leyla soruşurdu, bu həftə nə öyrəndiniz? Əzzə deyirdi ki, zaman hər gün onlara dərs deyir. Əsasən də oxu yazı dərsləri, hərdən də coğrafiya, tarix. 2001-ci ilin iyun ayı idi, cümə günü idi. Leyla, Zalmayı, Məryəm və Əzzə uşaq evinin arxa həyətində oturub danışırdılar. Rəşid bu dəfə üz çevirməmiş, onlarla uşaq evinə gəlmişdi. Amma bura gəlməmişdi. Yaxınlıqdakı avtobus dayanacağında onları gözləyirdi. Əzzə bu dəfə biraz pəltək danışırdı. Bunu ilk dəfə Məryəm hiss etdi. Onda azacıq pəltəklik var idi, amma bilinirdi. Daha çox T hərfi ilə başlanan sözlərdə hiss olunurdu bu. Leyla tez zamanın yanına qaçdı. Direktor qaşqabaqlı halda dedi. Yəqin əvvəllər biraz olub. Həmin cümə günü Əzzəni özləri ilə apardılar. Onu bir neçə günlüyünə evə buraxmışdılar. Geriyə uşaq evinə qaydanda Əzzənin əhvalı dəyişdi. Qaşqabağı tutuldu. Əvvəlki dil ötməyindən əsər əlamət qalmadı. Hər dəfə ayrılanda belə olurdu. İndi Leyla ilə Məryəm onu danışdırır, növbə ilə güldürürdülər. Zarafat edir, fikrini yayındırırdılar. Rəşid onları avtobus dayanacağına qoyub özü işə getdi. Uşaq evinin yanında ayrılarkən Əzzə mısmırığını salladı. Hasar boyu uzaqlaşıb onlara əl elədi. Leyla qızının pəltək danışmasını unuda bilmirdi. Rədd ol oradan, çıx get, Zalmayı qışqırdı. Sakit, Məryəm dedi. Kimin üstünə qışqırırsan? Zalmayı əli ilə göstərdi. O kişinin. Leyla onun göstərdiyi səmtə baxdı. Həyət qapısında bir adam dayanmışdı. Onların yaxınlaşdığını görüb başını döndərdi. Qollarını açdı. Axsaya-axsaya onlara tərəf bir-iki addım atdı. Leyla yerində dondu. Çığırmaq istədi, səsi boğazında boğuldu. Dizləri əsdi. Nəfəs də ala bilmirdi. Gözlərini də qırpmağa qorxurdu. Qorxurdu ki, birdən gözünə görünən xəyal olar, tərpənsə yox olub bitər.